Sen bize tabiat o yanında gel. Laleler al renge o yanında gel. Pərvin Səfərov, Neftçala rayonunun Qaçaqçən kəndində 1985-ci ildə doğulmuşam. Kasıb ailədə doğulmuşam. Elə doğulan vaxtlardan da elə kənddə böyümüşəm. Elə kənd orta məktəbini bitirmişəm. 9-cu sinifdə başlamışam fəaliyyətə. Məktəb tədbirlərində başladım. Düzdür, orada musiqidən xəbərim yox, belə özüm üçün musiqici bu tərəfə salırdı, mən bu tərəfə oxuyurdum, amma yəni mən özüm üçün oxuyurdum, musiqici özü üçün ifa edirdi. Biraz uşaqlar lağa da qoydu məni ki, oxuya bilmirsən, niyə oxuyursan? Ondan sonra biraz həvəsdən düşdüm, istəyirəm, ondan sonra mənə deməyin tədbir zadda gəlməyəcəm. Amma yenə 10-cu sinifdə oxuyanda təzədən yenə bizdə belə bir şeydir, yəni gördülər, düşdüm qələmə ki, ifaçı kimi. Yəni mütəmadi tədbirlərdə artıq başladılar mənə dəvət etməyə. Belə məktəb illərində başqa fərqli tədbirlərdə, müsabiqələrdə elə ifa edirdim, yəni əsgərliyə qədər. Çətdə qoyun otardım, əslində istəyirdim çəkməyi, sonra çəkinirdim, dedim ki, nəsə deyərlər, nəsə artıq əssi yazarlar, mən yəni pis təsirli. Amma dedim, çəkəcəm. Doğrudan da qısa bir mahnı oxudum, amma gözəl bir əsər idi o. Şövkət Ələkbərovanın repertuarından Qəmcin mahnı, ağlaya-ağlaya. Onu ifa etdim. Ancaq əslində, məsələn, inanmazdım ki, bu qədər reaksiya verirlər, bu cürlə müsbət qarşılanar, düşünməmişdim. Mən videonu paylaşandan 5 gün sonra idi. Gecə nəsə biraz, videodan sonra da nəsə biraz səhətimdə problem oldu, xəstələndim. Səhər idi, gördüm telefonum zəng çalır. Yəni, çox zəng gəlir də, WhatsAppda yazırlar. O yandan həyatımsan, dur, Facebook'a gir. Sənin videonu partladı, dağılıb, hər kəs səndən danışır. Orada fikir də yazırlar ki, nə bilim, kənd yerində, Ucqar rayonunda, Çovanda belə bir smartfon, telefon, nə bilim, internet sürət. Yəni, hal-hazırda hamımız bilir ki, hər kəsdə smartfon, telefon var. Azərbaycanın da ki, interneti bu dəqiqə gözəl inkişaf edib. Hətta məsələn bizim rayonda kənd yerində Wi-Fi də var, internet də var. Mənim telefonumdakı yəni son model deyil. Yəni ön kamerası da yoxdur bunun. Yəni bunu arxa kamerasını çəkirəm, bu özü də istedad tələb eləyir. Heç görünmür oradan necə. Təxmini çəkirəm mən özümü. Bu da özü xüsusi istedaddır. Mədəniyyət və Turizm Nazirliyinə öz böyük təşəkkürümü, dərin minnətdarlığımı bildirirəm ki, maraqlandırdılar, gəldilər, nümayəndələr görüşdülər, diqqət, qayğı göstərdilər. Bu da dövlətimizin qayğısı nəticəsində oldu. İşlə, öz yerli mədəniyyət evimizdə işlə təmin elədilər və sonra da Milli Konservatoriyadan zəng oldu. Siyavuş müəllimin köməkçisi zəng vurdu mənə. Xalq artisti, professor Siyavuş Şərimi çox sağ olsun, o da diqqətindən yayınmamışdı. O da bir müsahibənin birində görmüşdü ki, mən müsahibədə demişdim ki, təhsil almaq istəyirəm də. Onu vurğuladılar ki, biz müsahibədə görmüşük, təhsil almaq istəyirsən. Ona görə səni dəvət edirik konservatoriyaya və gün təyin elədilər. Mayın biri böyük görüşmə, mənim üçün ən böyük görüşmə idi o. Mayın biri görüşdük. Dəyərli ustadlarla bərabər mənə qulaq asdılar. Özləri müsbət fikirlərini də bildirdilər və təhsil barəsində söz verdilər ki, təhsilin inşallah mərhələ-mərhələ davam etdirəcək. Amma harca elə biləm, yuxudayam hələ ki, harca oyanacam, belə bir şeylər olmamış kimi olacaq. Amma bu gerçəkdir, reallıqdır. Mənim üçün çox xoşbəxtəm, amma məqsədim yəni, sadəcə gündəmdə qalmaq deyil. Mən istəyirəm ki, əgər bu nəticə olubsa, ortaya hər şey gəlibsə, istəyirəm ki, bu fürsətdən yararlanım və cəmiyyətə faydalı bir mövzuya toxunmaq istəyirəm. Məsələn, orada mövzuda başlıqlarda baxırlar ki, çoban, məsələn, qoyun otarında, onlar elə fikirləşirlər, bu çobandır, bu məsəl üçün heç nəyə xəbəri yoxdur, bu cəmiyyət, nə bilir cəmiyyətin danışmağı, nə bilir falan. Yəni, başqa cür təsəvvür edirlər, onlar da xəyal. Əslində, çoban da insandır. Elə çobanlar var ki, elə istedada malikdir ki, məsəl üçün gəlib hansısa
məqamda oturan insanlardan da çox istedadlıdır və məsələn mədəniyyətlidir. Yəni belə düşüncələr istəyirəm ki, düşünməsin insanlar kənd yerindəki məsələn uşaqlar barədə. Yəni onların da arzusu var, onların da yəni istedadı var və mən qoyun otarsam da heyvanlarla çox ünsiyyətli olsam da, yəni bu o deməkdir mən heç nə bilmirəm. Mən kompüterdən bildiyim heç belə deyək ofisdə oturub işləyənlər heç bilmirəm, proqramlaşdıran kompüteri, texnologiyanı da qəşəng bilirəm. İnsanlarla ünsiyyət qurmağı da yaxşı bilirəm. Hər günün rəngini salıram yada, mən yada. Ağlaya, 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 qaranlıqda mən. Ağlaya, 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 qaranlıqda mən. Ay aman, qaranlıqda mən.